Salam, hörmətli izləyicilər. Nəzərə çatdığım ki, biz Azərbaycan Respublikası Könüllü İctimai Nəzarətçilər İctimai Birliyi, mən Mərkəzi Aran Regional Təşkilatının sədri Cavid Piriyev. Qeyd edeyim ki, bu günlərim bizim rastlaşdığımız problemdən biri də əsasən yol üstü nəqliyyat agentliyinin işləridir ki, hansı ki, bir çox yollarda, rayonlarda, şəhər daxili, yəni yollarda xətlərin olmaması, piyada keçidlərin olması ilə əlaqədardır. Biz bu barədə çəkiliş də etmişdik. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, doğrudan da belə bir vəziyyət var ki, yol üstü nəqliyyat agentliyi bu xidmətləri tam yerinə yetirmir. Və bizim çəkilişlər də belə deyək ki, dəfələrlə paylaşılıbdır. Düşünürəm ki, yenə də biz bunu çəkiliş paylaşacağıq. Bu günlərin biz çəkilişi aparırıq Göyçay rayonunda. Göyçay rayonunda ən böyük küçələrdən biri olan Nizami küçəsidir. Mən indi həmin küçəni çəkib təqdim edirəm və hər kəsə bu arada məlumat olacaq. Bəli, hörmətli izləyicilər, bax gördüyünüz kimi bura Nizami küçəsi, bax xət yoxdur. Burada zapravkadır, yəni yanacaq doldurma məntəqəsi. Burada avtomobillərin girib çıxmağında da problem yaranır. Çünki xəttin olmaması ilə əlaqədar çətinlik çəkir sürücülər. Hətta piyadalar da çətinlik çəkirlər. Bax gördüyünüz kimi bax, bu yol boyu deyərəm ki, xət yoxdur. Yəni buradan maşınlar necə dönmə hərəkəti etməlidir, bura dönməlidir. Ümumiyyətlə ötmə qaydaları pozulur və bütün bunlar da həm piyadalar, həm sərnişinlər arasında çox böyük narazılığa səbəb olur. Çünki sürücülər, istər piyadalar, sərnişinlər bu barədə narahatdırlar. Yəni hər kəs istəyir ki, bu məsələ tezliklə öz həllini tapsın. Düşünürəm ki, yol üstü nəqliyyat agentliyi bu çəkilişlərə baxacaq, bir daha və nəticə çıxararaq Göyçayda bu daxili yolların xətlənməsini təmin edəcəklər. Amma çox təəssüf hissi ilə bildirim ki, bizim çəkilişimiz olmuşdu bu barədə bir dəfə. Yəni cüzi miqdarda bir tədbir görüldü, amma yenə də yolların əksər hissələri yenə də bax xətsiz, dolaqsız bu vəziyyətdə qalıbdır. Ona görə də bir daha buradan müraciət edirik. Çox hörmətli yol üstü nəqliyyat agentliyi, sizdən xahiş edirik. Bu işdə ciddi olun və bu məsələlərin tezlik həllinə nail olmağa çalışın. Çəkdim və təqdim etdim. Düşünürəm ki, tezliklə bu məsələ öz həllini tapar.